Bəli, bizim verdiyimiz həyati qərarlardan ən mühümü, ən vacibi ailə boşanmaları ilə bağlı verdiyimiz qərarlardır. Bəzən bu qərarlar müxtəlif situasiyalarda, müxtəlif təsirlər altında verilir. Müxtəlif emosional vəziyyətlərdə oluruq. Ola bilsin bir neçə gün, bir neçə həftə, bir neçə il bu qərarın verilməsi üçün tərəddüdlər edirik, amma nəhayət bugün biz şahidiyik ki, ailələrin boşanması ilə bağlı çoxsaylı qərarlar verilir və bu baş verir. Ailələr boşanır. Bizim mədəniyyətimizdə gözəl ailə ənənələrimiz olubdur. Yəni bu ailələrdə böyük, kiçik, ağsaqqal, ağbirçək sözü eşidilib. Bu ailələrin davamlı olması üçün hər tərəf öz rollarını əməl eləyib. Evə gələn gəlinlərə yəni ailə münasibətləri, ailə məişət məsələləri, uyğunlaşma problemləri öyrədilibdir, dəstək olunubdur. Amma əlbəttə burada bizi qane, xüsusilə qadınları qane etməyən tərəflər də olubdur. Yəni qadın hüquqlarının qorunmaması, qadınların əzilməsi, qadınlara qarşı fiziki və mənəvi zorakılıq halları baş veribdir. Bu təbii ki, olubdur. Bunu etiraf eləmək lazımdır. Amma bugün baş verənlər göstərir ki, biz keçmişimizin, ənənələrimizin müsbət tərəflərinə köklənməliyik. Yəni ailənin davamlı olması üçün, ailənin sabit qalması üçün biz nələrsə düzgün etmirik. Yəni bugün ailə boşanmalarının əsas səbəblərindən birisi mən deyərdim ki, böyüklərin, istər oğlanın, istər də qızın valideynlərinin onların bu evliliyinə qarşı dözümsüz olmalarıdır. Yəni evliliyin davam eləməsi üçün hansısa bir tərəfin digər tərəfə bir acıq eləməsi, bir ona mən səndən üstün oldum deməsi. Yəni müxtəlif amillər var burada və digər tərəfdən onlar öz övladına, qızına xüsusən qucaq açırlar ki, əgər sən boşansan, biz sənə dəstək olasıyıq. Bu bir tərəfdən yaxşıdır. Əlbəttə, qızı, qadını, əli uşaqlı olursa, xüsusilə tənha qoymaq olmaz, ona dəstək olmaq lazımdır. Amma məhz bəzən bu dəstək, bu yəni kömək eləmək, ona arxasında durmaq, belə deyək də, ona bir əminliklər yaratmaq, yəni mən sənə sahib çıxacağam, sənin yəni havadarlıq eləyəcəm demələri bax qızların dözümsüzlüyünə səbəb ola bilir. Amma mənim burada maraqlandıran başqa bir məsələdir. Yəni ailə boşanmaları deyil, bax qızların, gəlinlərin verdikləri qərarlardır. Burada 3 məsələ üzərində düşünməliyik. Əgər biz boşanma üçün qərar veririksə, ondan sonraki həyatımızı düşünməliyik. Birinci növbədə təhsil varmı, peşə varmı? Siz bu peşənizlə, əgər təksinizsə özünüz, övladlarınız varsa onların həyati problemlərinin həlli üçün maddi, mənəvi baxımdan dəstək ola biləcəksinizmi? Yəni siz bunun üçün əlinizdə bir iş yeri, bir gəlir yeri varmı? İkinci məsələ, ya varsa belə bu uşaqların uşaq bağçasına, məktəbə aparıb gətirmək, onun yəni yanında olmaq, ona dəstək olmaq üçün sizin vaxtınız olacaqmı? İkinci bir məsələ, əgər sizin belə bir imkanlarınız yoxdursa, sizə dəstək ola bilən ana, ata, valideyn, bacı, qardaş varmı? Onlar sizin üçün bu şəraiti yaradacaqlarmı? Onların imkanları necədir? Ola bilir ki, qız evin böyüyüdür, ailə qurub, ərə gedib, oğlan qardaş hələ evlənməyibdir, evdə yəni hələlik qalmaq üçün şərait var. Bəs gələcəkdə necə olacaq? Gələcəkdə bu övladların yəni evi üçün, problemlər üçün, yəni bunlar necə həll olunacaq? Eyni zamanda bu münasibət nə vaxta qədər bu cür davam eləyəcək? Və nəhayət sonuncu məsələ, yəni cəmiyyət bu məsələni necə qəbul eləyəcək? Cəmiyyətdə siz necə qarşılanacaqsınız? Bu suallar altında o qədər alt suallar var ki, hər bir qadın bax bu suallar üzərində ətraflı şəkildə düşünməlidir və mümkün olan qədər ailənin qorunmasına çalışmalıdır. Bugün bizim boşanan ailələrlə bağlı bizi ən çox narahat edən məsələ övladlardır. Yəni övladların üzləşdikləri travmalardır. Əlbəttə cəmiyyətdə elə bir reallıqlar var ki, biz bu reallıqları anlayırıq, qəbul edirik və bir çox hallarda olur ki, ailəni barışdırsaq belə,
yəni o izah eləyirik, başa salırıq, ailə rolları, ailə mədəniyyəti, qarşılıqlı münasibətlər, uyğunlaşma məsələləri bu baxımdan tövsiyələrimizi vermirik, yol göstəririk, yəni reallığı deyirik və insanlar seçim eləyirlər. Yaxşılıq deyir, çox zamanda doğru seçim eləyirlər, ailəni davam eləyirlər. Amma bəzi hallar olur ki, biz yəni narkomandır, yəni içkiyə qurşanıb, narsistdir, xüsusilə bugün narsizm problemi baş alıb gedir. Çox hallar rastlaşırıq ki, narsistdir, narsistlərlə bir yerdə yaşamaq ümumiyyətlə mümkün deyil. Yəni bir neçə illər bu davam eləsə belə sonda ya faciə ilə bitir, yəni zorakılıq, fiziki zorakılıq, döymək, vurmaq, hətta öldürmək hallarına belə biz eşidirik olur. Cinayət hadisələri baş verir. Ya da ümumiyyətlə insan bitir, tükənir, artıq belə insanın yanında yaşamaq mümkün olmur və ailə boşanır. Bunları başa düşürük. Amma digər hallarda biz şahidiyik ki, qızlar ərköyünü eləyirlər. Qızlar anaya, ataya arxayın olurlar. Onların dəstəyi ilə, köməyi ilə arxayın olurlar və ailə bir yəni zəif qurulmuş bir tikili kimi dağılır və parçalanır, hərə bir tərəfə gedir. Və ikinci ailənin xoşbəxtliyi çox zaman sual altında qalır. İkinci ailə necə olacaq? Yəni, qadınların evliliyi, uşaqlı qadının digər ailədə, digər biri ilə evli olması, ailə qurması, bunun özünün də bir çox çətinlikləri yaranır. Bunun da üzərində düşünmək lazımdır. Sizin övladınızı başqa bir ata necə qəbul edəcək? Biz şahidiyik ki, ailə boşanıb, iki övladı ilə ata qadınını kirayə tutub başqa bir evdə yerləşdirir. Özü öz evində başqa qadının iki övladını gətirib ondan ailəni davam edir. Yəni bu düşünürsən ki, qəbul olunmaz bir situasiyadır. Yəni sən öz övladlarını elə bir ciddi bir problemi görünməyən, yəni əxlaqlı, namuslu, təhsilli bir qadından ayrılırsan və başqa bir qadından evlənirsən, onun iki uşağını gətirib ona atalıq eləyirsən. Düzdür, indi ola alimentini verir, müəyyən görüşləri gedir, amma bu bəs eləmir axı. Əlbəttə biz bunu da başa düşürük. Çünki ailənin qurulmasında və davam eləməsində çox saylı amillər var. Burada cinsi uyğunluq məsələsi var, zövq məsələsi var, dünya görüşü var, yəni bir-birinin xarakterinə uyğunlaşma məsələləri var. Bunu da başa düşürük. Amma belə bir halda, yəni nəticələr göz qabağında olur ki, həmin ailənin özü də çox uzun müddət bəzən davam eləmir. Yəni o qadın da xəyal qırıqlığına uğrayır. Olub ki, yəni əvvəlki ərindən boşanır, başqasının ailəsi ilə yəni ünsiyyətdə olur, oğlanla ünsiyyətdə olur, iki ailə dağılır, bunlar yenidən birləşirlər. Bir neçə müddət keçir, məlum olur ki, yox, bu ailə belə davam eləyə bilmir. Yəni həm o ailə dağılır, həm bu ailə dağılır, həm yeni ailə dağılır. Görürsünüzmü? Burada bu çoxsaylı amilləri yaradan əsas səbəblər insanın ailə qurarkən bu ailənin davamlı olması üçün, onun irəli getməsi üçün, uyğunlaşmaq üçün məsuliyyətlə düşünməmək məsələləri var ki, və sonra nə baş verəcək? Sonra necə olacaq? Bəzən ərin, qaynananın, qaynatanın, kimlərinsə bir kəlmə acı sözünü götürmədən, onlar da evdə bir gələndən sonra bir ağalıq eləmək, hökmranlıq eləmək, mən deyən olmalıdır demək, belə bir şeylər də ailələri dağıdır. Və yox, heç kim mənə söz deməməlidir, mən istədiyim kimi davranmalıyam, səhər istədiyim vaxt durmalıyam, ev işlərini istədiyim vaxt görməliyəm. Yəni belə xarakterlə ailələrin dağılması halları daha çoxdur. Biz bunu, yəni söhbətlərdə biz bunları hamısını eşidirik. Amma burada bir başqa məsələ var. Yəni siz əgər ikinci evliliyiniz olacaqsa, bəs bu olmayacaqmı? Ailələrin spesifik bir xüsusiyyəti var. Ailədə, Azərbaycanlı ailəsində qadının qadın rolu var, kişinin kişi rolu var. Düzdür, biz də nəzəri baxımdan gender psixologiyası, gender münasibətləri ağız dolu danışırıq. Əlbəttə, müasir ailə, keçmiş ailə, ənənəvi ailə deyil. Müasir ailələrdə ər çay da qoyur, bəzən yoldaşı xəstə olanda yemək də bişirir, uşağı məktəbə aparır, gətirir. Valla bir çox ailələr var, mən eşidirəm, kişi deyir ki, evdə yeməyin çox vaxtı mən hazırlayıram, qadın işə gedir, vaxtı olmur. Yəni onun iş şəraiti belədir. Və yaxud da qadın növbədə işləyir, yəni 2 gündən, 3 gündən bir növbəyə gedir. Kişi bunlar eləməyə borcludur.
Belə ailələrdə olur. Amma bu heç o demək deyil ki, burada gender münasibətləri hər şey qaydasındadır, hər şey gözəldir. Bəzən kişi bezir, yəni inciyir, bunu eləməkdən istəmir eləmək və bəzən də bax, bundan da boşanmalar əmələ gəlir. Yəni bu gender anlayışı hələ bizim cəmiyyətimizdə düzgün anlaşılmır. Qadınlar bir səslərini qaldırırlar, hökm eləyirlər. Yəni öz roluna aid olan şeyləri ailədə başqasından gözləyirlər ki, yox, ailədə bizim hüquqlarımız bərabərdir. Bir şeyi qəbul eləməliyik. Qadın qadındır, kişi kişidir. Uşaq doğmaq, uşaq dünyaya gətirmək, onun incəliyinə qədər onun nəvazişini çəkmək, qayğısına qalmaq, psixoloji, fizioloji sağlamlığını qorumağın yükü daha çox ananın üzərinə düşür. Ana bunun üçün daim çalışmalıdır, daim nəzarətdə saxlamalıdır. Atanın da borcudur evi, ailəni dolandırsın, ailənin büdcəsini nəzarətdə saxlasın, gəlirlərinin xərclənməsini nəzarət eləsin həmçinin də. Yəni burada gender bərabərliyi ona görə pozulmur, ona görə qurulmur ki, burada qadın kişiyə, kişi qadına aid olan əmək bölgüslərində elə o onun işini, bu bunun işini. Burada çox incə məsələlər var və incə münasibətlər var. Burada böyük mədəniyyət, intellektual səviyyə, qarşılıqlı hörmət, ehtiram, qarşılıqlı uyğunlaşma tələb olunur ki, gender münasibətləri nizamda qalsın. Amma qadın görür ki, ər buna 1 gün, 5 gün, 10 gün bunları eləyir, elə bilir ki, elə belə də olmalıdır. Bu mənada mən düşünürəm ki, bugün ailələrdə boşanmaların qarşısını almağın ən yaxşı deməli, təsir imkanlarından birisi də boşanan ailələrlə, boşanmaq ərəfəsində olan ailələrlə mütəmadi olaraq psixoloji konsultasiyaların keçirilməsidir. Bildiyimiz qədər ailə nikah idarələrində bu sahədə hansısa bir mütəxəssislər fəaliyyət göstərirlər. Amma bu mütəxəssislərin əksəriyyəti psixoloq deyirlər. İnsan, mən boşanandan sonra məni nələr gözləyir sualın cavabını əvvəldən tapmalıdır. Bu artıq bir mağazaya getmək deyil, bu artıq bir ekskursiyaya getmək deyil, bu hansısa bir turist səfəri deyil, bu elə bir məsələ deyil, bu bir həyat yoludur. Bu verdiyiniz qərar sizin də, övladınızla həyatını tarmar eləyə bilər. Yəni, sağlamlığınızı poza bilər, gələcəyinizi təhlükəyə ata bilər. İstər şəxsi nüfuzunuz, şəxsi ləyaqətiniz, sizin gələcək karyeranız, övladlarınızın rifahı, bunlar təhlükə altına atıla bilər. Ona görə də boşanmaq həmişə mümkündür. Yəni, bugünkü qanunlar buna imkan verir, amma boşanma qədər bu suallar üzərində düşünün. Ailənizin gələcəyini kim təmin edəcək? Ailənizin ailə büdcəsini, övladlarınızın o yarımçıq qalmış ata nəvazişini kim əvəz eləyəcək? Mümkün olan qədər əlbəttə bu sualın cavablarını özünüz tapmalısınız. Çünki sizin həyatınızı yalnız siz özünüz bilirsiniz. Nə qədər əriniz yanınızdadırsa, nə qədər bir ailənin içərisindəsinizsə, siz müstəqilsiniz, siz azadsınız. Burada sizin üzərinizə düşən yük ailədə öz azadlığınızı qorumaq üçün hörmət qazanmaq, orada yer tutmaq, orada etibar qazanmaqdır. Və bugünkü ailələr isə göstərir ki, bu sahədə verilən suallara hələ də cavablar yoxdur. Və biz sual veririk, əgər boşanırsınızsa gələcəyiniz necə olacaq? Yəni, verdiyimiz suala aldığımız cavablar belədir. Tək o ailədən ayrılım, bu barədə sonra düşünəcəm. Axı, siz nə bilirsiniz? Bəlkə təsəvvür edədiyiniz gələcək, bugün yaşadığınız ailənin yanında daha pisdir, daha təhlükəlidir, daha vahiməlidir. Siz bunun cavabını mütləq aydın şəkildə tapmalısınız. Ailə quranda bu sualı düzgün cavablandırmamışsınız. Bilmirəm, bəlkə də yaxşı tanış olmuşdunuz, bəlkə də bir-birinizə tamamilə etibar edirdiniz. Mən bunu da qəti olaraq deyə bilmərəm. Amma bildiyim bir şey var. Ailə dağıtmaq asan, onu qurmaq isə çətindir. Əgər özünüzü düşünmürsünüzsə də, övladlarınızın gələcəyini düşünün, onları ata nəvazişindən məhrum eləməyin.